İllərim idmanla keçib, lakin yenə də sizdən böyük təəkküd. Müayinədə olanda bildirdiniz ki, idmanla məşğul olubsunuz illərlə. Zaten bədən quruluşunuz da buna göstəriş verir. Lakin sinə böyüməsi heç vaxt sizə aldan getməyib. Bunu nə vaxtsa aradan qaldırmağı idmanla cəhd edibsinizmi? Çox olub, amma mümkün olmuyor. Sizdə müəyyən qədər sizdən sıxı zəhmət olmasa, yuxarı nahiyələrdə bir qədər yaşa dayalı təbii ki, piylənmə var. Lakin aşağıda gördüyümüz əzələ sıxılsa belə hər anda rahatlıqla mobilliyə sahib, hərəkət elətdirə biləcəyimiz və hər iki tərəfdə fərqli ptotikliyə sahib, yəni fərqli dəri sağlanma dərəcəsinə sahib süd vəzləri qarşımızdadır. Asimetriyamız çox bəlirgindir. Bir sinə həqiqətən də yuxarıda, digər sinə çox aşağıdadır. Nəticəni izləmək üçün bizdən